uşaqlar, burada biz davam bağışlayın, telefon söndü, video getdi. Harada qalmışdıqsa elə oyun oradan da davam edirik. Gəl. 5'i yazdım mən, baxın. 7 üstə 8 bir də 6 gəlir. 7 üstə gəl 8, bir də üstə gəl 6. İndi uşaqlar keçirik 6'ya. 6'da deyik ki, uşaqlar altta deyik ki 1, 0, 2 rəqəmlərindən bir dəfə istifadə etməklə yazılan bütün 3 rəqəmli ədədlərin cəmini tapın. Burada bütün rəqəmlər 302 ondan sonra üstə gəl 201 üstə gəl 210. Şöyle burada bir dənə də var, amma uşaqlar burada 2'nin üstünə 1 2'nin üstünə 1 eləyir 3, 3'ün üstünə 0, 3 0'ın üstünə 0, 0, 0'ın üstünə 1, 1 1'in üstünə 2, 3, 3'ün üstünə 2, 5, 513 dəqiqə bütün 3 rəqəmlərdir. Və burada həm 102 də var. Burada uşaqlar 4 dənə yazırıq. Bir də 102 oldu. Bərabərdir. 0'ın üstünə 1, 1, 1'in üstünə 1, 1, 1'in üstünə 2, 3. 2'nin üstünə 0, 2, 2'nin üstünə 1, 3, 3'ün üstünə 0, 3. Sonra 1'in üstünə 2, 3, 3'ün üstünə 2, 5, 5'in üstünə 5'in üstünə 1, 6, 633. A variant. Keçdik. Bunu yaxşı edeyim. Keçdik 7'yə. 7'də deyik ki, uşaqlar. Dairə və üçbucaq. Dairə, üçbucaq və üçbucaq dairə 2 rəqəmli ədəddirlər. Dairə 5, üçbucaq 9 olarsa, dairə və üçbucaq üstə gəl 487. Sonradakı beləsidir. Baxın, biz 487 üstünə 9 bu üçbucaq 9'dur. Dairə isə 5'dir. Yəni 487 üstünə 95. 7 üstünə 5 bərabərdir. 7 üstünə 5 12. 2'ni yazıram bir yadda. 8 üstünə 9 17. Bir yadda var idi 18. 4 bir yaddamız da var. Uşaqlar, mən bunu görməmişəm. Burada 5'in üstünə 9'dur. İndi 59 üstə gəldi 487, üstə gəldi 95. 9'un üstünə 7. 9'un üstünə 7 gələndə 16 eləyir. 5'in üstünə 8, 16 eləyir. Uşaqlar, burada 1 yazırıq. 2 yadda. Sonra 5'in üstünə 9 gəlir, eləyir. 5'in üstünə 9 gəlir, 14 eləyir. 14'ün üstünə də 8'i gəlir, eləyir. 14'ün üstünə 8 gəlir, 22 eləyir. Uşaqlar, burada baxın, mən burada sizin üçün hesablayıram. Baxın. Biz uşaqlar burada bakın gözüm.
Baxın. Biz burada şey dedik. 7'nin üstünə 9 gəlirik. 16 ilə 16'ın üstünə 5 yazdım 11, 21. 2 yaddamız oldu. Ondan sonra 8'in üstünə 5, 13, 13'ün üstünə 8'in üstünə 5, 13, 13'ün üstünə 9, 13'ün üstünə 9. Hə, uşaqlar 13'ün üstünə də 9 gəldi 22 eləyir. 22'nin üstünə də 2 gəldi 24. Sonra yine 2 yaddamız var. 4'ün üstüne de 2 yaddamızı yeri eləyir 6. 641. Cevap olur 641. İndi keçdik 8'ə. 8'də deyir ki, cədvəldə verilənlərə görə A üstəgəl B-nin cəmini tapın. Uşaqlar, indi biz burada cevabı tapmağımızı istəyir. Biz 175'in üstə 19'u gəlirik. 5'in üstə 9, 14. 5'in üstünə 9, 14. 14'ün 14. 7'nin üstünə 1, 8. 7'nin üstünə 1, 8. Bir yadda da vardı 9. Gördüm, buraya yazdım. 9. Ondan sonra birin üstüne de o bir yaddamızı da gəlirik. Eləyir 200. 294. Ondan sonra 175'in üstüne 201'i gəlirik. 5'in üstüne 1, 6. 7'nin üstüne 0, 7. 1'in üstüne 2, 3, 360, 376. Yine 294 üste gel. 376, 376. 4'ün üstüne 6, 10. 0 yazıram bir yadda. 9'un üstüne 7, 16. Bir yadda vardı 17. 2'nin üstüne 3, 5. Bir yadda vardı 6. 670. Keçdik 9'a. 9'da deyil ki, 97'dən əvvəlki ən böyük tək ədədlə 97'dən əvvəlki ən böyük tək ədədlə 241, 242'dən sonraki gələn ilk iki ardıcıl cüt ədədin cəmini tapın. 242'dən sonra gələn ilk 97'dən əvvəlki ən böyük tək ədəd 95'dir. Ondan sonra 242'dən sonraki ilk iki ardıcıl ədəd 240, 244, 246. 44, işte gel 246. Bərabərdir. 5'in üstünə 4, 9, 9'un üstünə 6, 15 edir. 5'i yazırıq bir yadda. 9'un üstünə 4, 13, 13'ün üstünə 4, 13'ün üstünə 4, 27. Bağışlayın 17 uşaqlar, bağışlayın. 27 deyirəm. 17. Bir yaddamız da vardı 18. Yok. Bir yaddamız da vardı 18 gözün. 18. İndi uşaqlar 2'nin üstünə 2, 4, bir yadda vardı 5. 5. Hə uşaqlar, burada 585'dir. Keçdik indi ona. Onda deyir ki, boş xanalara uyğun rəqəmləri yazın. Uşaqlar, biz burada uşaqlar, burada axırı 10 ilə bitməsi üçün burada 7 yazırıq. 4'ün üstüne 7 gəldi 11. 11'in üstüne de 9, 20 eləyir. 0 yazırıq 20 eləyir 2 yadda. 0 yazırıq 2 yadda. Sonra burada ən axırı deyir ki 14 olsun cavabı. 13'ün 8'in üstüne 4'ü gəlirik 12. 12'nin üstüne de bu 2 yaddamızda gəlirik eləyir 14. Sonra burada da bir yaddamız olur.
Ondan sonra 2'nin üstünə də o 1 yadda 3, 340. Keçdik buna. 8'in üstünə 6 gələndə 14. Ondan sonra 14'dən 9'u çıxırıq. Neçə eləyir uşaqlar? 14'dən 9'u çıxanda 5 eləyir. Bura 5 yazırıq. Sonra buna keçirik. Burada 5 yazdıq. 8'in üstünə 6, 14. 14'ün üstünə də 5, 19. Bir yaddamız oldu. Ondan sonra 6'nın burada hə uşaqlar, indi biz 6'nın üstünə 7 gəlirik. Tam yaxşı yazım. Siz mən kimi səliqəsiz yazmıyorsunuz. Çox səliqəli yazın. 7. Sonra 6'nın üstünə 7, 13. 13'ün üstünə 1, 14. 14'ün üstünə də 1, 15. Ondan sonra keçdik axırıncı yüzlükə. Biz indi uşaqlar burada baxın. Biz burada uşaqlar bura 3'ün üstünə 2'nin üstünə 3 gəlirik, eləyib 5. Bir yaddamızda vardı 6. Uşaqlar, bu qədərdir videomuz. Sağ olun, öpürəm sizi. İnşallah ki izləmişsiniz. Sağ olun.